9-cu suala baxmaq istəyirəm. Türk Test Bankından Arximed qüvvəsi bölməsinə aid. Deyir, bərabər həcmli bölmələri olan K cismi su içərisində tarazlıqdadır. Şəkildə göründüyü kimi. Suyun deməli sıxlığı 1 qram bölü santimetr kub olduğuna görə 1, 2, 3 ifadələrindən hansıları doğrudur? Baxaq K cismi. Görürük ki 1, 2, 3 və 4 hissədir. Yəni bunun batan hissəsi 3, cismin öz həcmi isə 4 hissədən ibarətdir. Biz Arximed qüvvəsində F Arximed bilirik ki nədir? Qaldırıcı qüvvədir. Yəni mayenin M maye J. Burada rho maye V cisim J ifadəsini alırıq və buradan bəzi hesablamalar apararaq, bir neçə hesablamalar apararaq V batmış böl V cisim bərabərdir. Rho cisim böl rho maye ifadəsi alırıq. V batmış 3, R cisim 4, rho mayenin 1, rho cismin də qiymətini təyin edə bilərik. Rho cisim olacaq 4'də 3 qram böl santimetrin kubu ifadəsini alırıq. Baxaq ifadələrə görək bizdən nələri tələb edir. Birinciyə baxanda görürüm ki, K cisminin öz kütləsinin, yəni sıxlığının 4'də 3 olduğunu deyir. Bəli, mən də burada 4'də 3 tapmışdım. Deməli 1 doğrudur. 2. Suya sıxlığı sudan böyük, yəni romayenin 1 olduğunu bilirəm də. Mən romaye 1'dir. Yəni 1'dən böyük sıxlıqlı bir maye əlavə etsəm, deyir ki, K cisminin batan həcmi və batanın nə olacaq? Azalacaqdır. Təbii ki, biz bilirik ki, bir düstur və bərabərlikdə kəmiyyətlər eyni yerdədirsə, bir-biri ilə nədir? Tərs əlaqəlidir. Yəni romaye artarsa, əlbəttə V həcm nə olacaqdır? Azalacaqdır. Yəni sıxlıq artdıqca, yəni bu maye daxilində artıq molekullar artarsa, başqa bir rənglə göstərək belə, artarsa nə olacaqdır? Bu artıq yuxarıya doğru bir itələyəcəkdir. Burada batan həcm hissəsi azalmış olacaqdır. Aha, ona görə bu da doğrudur ifadələn, 2 doğrudur. Sonra deyir, suya duz əlavə etsək, K cisminə təsir edən qaldırma qüvvəti, yəni F Arximed qüvvəsindən söhbət gedir. Deyir ki, artar. Əgər biz Arximed qüvvəsi ümumiyyətlə F Arximed qüvvəsi bilirik ki, bərabərlikdən, yəni Arximed qüvvəsi ümumiyyətlə bir itələmə qüvvəsi olduğuna görə nə cismin sıxlığından, nə hündürlüyündən asılı deyil. Və olan kütlə də, yəni K öz biləcək ağırlığını qoruyursa, yəni mg'si sabitdirsə, o zaman Arximed qüvvəsi də nə olacaq? Dəyişməyəcəkdir. Yəni burada artar ifadəsi yanlışdır. Bizdə oldu 1, 2. C variantı doğru cavabdır.